Abone olan videolarımı izleyen herkese. Bugün size belə bir məsələ ilə tanış edəcəm. Deyir, səyahətçi sayda sal ilə 72 kilometr məsafəni 24 saata üzdü. O geriyə öz sürəti 27 kilometr saat olan motorlu qayıqla geri qayıtdı. Səyahətçi geri qayıtmağa nə qədər vaxt sərf etdi? Yəni bizdən soruşulan burada nədir? T-ni soruşur bizdən. Qələmi götürək. Bizdən soruşulan T'dir. Qələmin qalınlığı çox. Bizdən T'ni soruşur burada. Bəs gəlin biz birinci baxaq görək bizə verilənlər nədir? Deməli, S verilib 72 kilometr. Sonra 24 saata T verilib. T burada 24 kilometr məsafəni 24 saata. 24 saat. T'miz 24 saat verilib. Bizdən burada birincidə, bax birinci hardadır? Bax bura qədər olan hissəyə baxırıq. Sayda deyir sal ilə 72 kilometr məsafə 24 saatdır. Bura baxıb biz sürəti tapa bilərik. Sürət nə idi? Sürətin düsturu. V bərabərdir. S bölünsün T. Yəni 72 bölünsün 24 bərabərdir. Bu deməli 3 kilometr bölünsün saat. İndi məndə yer yoxdur yazmağa. Bu belə deyək, sal 3 kilometr bölünsün saat sürətlə hərəkət edir. Bura qədər biz aydın oldu ki, yəqin sizə aydın olub ki, sürəti necə tapdıq? Bunu yazın, götürün. Çünki ekranı indi təmizləyib davam edirik misalımızı. Bəli, ekranı təmizləyim. İndi qələmi yenidən götürürük. Qələmin qalınlığını yenidən seçirik. Deməli, buradan V1'imiz, yəni bunu V1 adlandıraq. Qələmin rəngi çox pisdir. V1 adlandıraq. V1'imizi tapdıq ki, 3 kilometr saatdır. İndi keçək növbəti məsələnin davamına. Deməli, burada deyir ki, o geriyə öz sürəti 27 kilometr saat olan motorlu qayıqla geri qayıtdı. Bu cür məsələləri sizin üçün həll etmək üçün birinci gəlin təsəvvür eləyək məsələn. Tutaq ki, bu çaydır. Salımızı da götürək bir başqa rəng. Məsələn, bu tutaq ki, saldır. Çayın üzərində. Bunların sürətini də sizin üçün qeyd etmək üçün aydın olsun deyə. Sal necə hərəkət edir? İrəliyə doğru istiqaməti. Geri qayıtdı deyəndə deməli, o geriyə öz sürəti 27 kilometr. Sal belə hərəkət eləyib, gördüyünüz kimi. Bu da olsun bizim motorlu qayığımız, qırmızı. Qırmızı olsun motorlu, bu da olsun sal. Bununla isə geri qayıdır. Deməli, bununla 3 kilometr saat gedib salla. Motorlu qayıq ilə isə 27 kilometr saat geri qayıdıb. Buradan aydın olur ki, biz sürətləri neynəyəcək? Bir-birinin əksidir, çıxacaq. Yəni bizim sürətimiz burada azalmış olur. 27-dən 3'ü çıxacaq. Qalacaq neçə? 24 kilometr saat. Səyahətçi geri qayıtmağa nə qədər vaxt sərf etdi? Məsafə olduğu kimidir. 72 kilometr məsafədən söhbət gedir. 72 kilometr məsafəni 3 kilometr saat gedibsə, həmin o məsafəni 27 kilometr saat geri qayıtmalıdır. Onda biz yenidən buradan T nəyə olacaq? S bölünsün V. S'imizi bilirik 72'dir. V'mizi də yeni sürətimizi tapdıq. 24. Deməli, bu 3 saata nə edəcək? Geri qayıtmağa vaxt sərf edəcəkdir. Cavab 3 saatdır.